Baxın, indi Aygün xanım, biz burada izləyən əsasən xanımlardır da indi. Bəylərimiz də var, sağ olsunlar, amma ən çoxu o xanımlarda statistikada da bunu göstərir. Evdə onların özlərini müşahidə eləmək üçün 3 belə bir qızıl qayda desəz, ki, bax bunu edirsən, sən burada bunu görəcəksən. Desəz hansı ki, onlara həqiqətən də yəni bir tık təsir eləyə bilsin. Baxın, özünü müşahidə əslində mən deyirəm, heç də çox da belə asan səslənmir və ilkin zamanlarda insanlar çox zaman, məsələn, tutaq ki, deyirik ki, sən çox əgər bir ani reaksiyalar verirsən, yəni bilirsən ki, sən orada özünü kontrol etməlisən, bayaq danışdığımız məsələdə ani reaksiya verirsən, burada özünü nəzarət et, düzdür? İlk dəfə alınmayacaq. Bax, elə birinci qızıl qayda. İlk dəfə alınmayacaq. Böyük ehtimal ki, reaksiyanı verib, məsələn, oturub ağlayıb, sonra yadınıza düşəcək ki, mən burada ağlamaq yerinə, məsələn, orada müşahidə etməliydim. İkinci dəfə alınma ehtimalı 50-50-dir. Üçüncü dəfə donub qalacaqsınız həmin an ki, yadınıza düşəcək ki, mən bu dəqiqə ağlamaq istəyirdim, amma yadıma düşdü ki, belə bir şey var idi. Donub bax belə qalacaqsınız. Mənim bütün, yəni xanıma deyir ki, dondum qaldım belə. Çünki yadıma düşdü ki, normalda zehnim buna öyrəşib. Həmişə bunu edirəm, bax təkrar avtomatikdə. Amma artıq tez-tez deyirəm ki, mən bax bu anda bunu edəcəm, bu anda bunu edəcəm. Mən buna anda dəyişim deyirəm. Çünki dəyişim həmişə anda olur. Biz oturub plan qura bilmərik ki, mən belə edəcəm. Anda dəyişdirməlisiniz. O donub qalacaqsınız ki, ay, nə edim indi? Çaşım, çünki qarışdı da, sistem qarışdı. Orada çox zaman hətta qarşıdakı insan belə sizə baxacaq ki, sanki nəsə oldu da, yəni nəsə baş verdi. O da elə 50-50. Növbət dəfələrdə hər dəfə baxın, qızıl qayda budur elə ki, hər dəfə biraz artıracaqsınız dozanı. Məsələn, növbət dəfə artıq biraz daha sürətli reaksiya verəcəksiniz. Ola bilər ki, yaxşı verməyəsiniz, məsələn, dediyiniz söz xoşunuza gəlməsin və s. Sonra yenə oturub düşünəcəksiniz ki, belə desəm daha yaxşı olardı. Baxın, bunlar hamısı 100%, bunlar hamısı vərdişdir. Çünki ümumiyyətlə zehin filtr sistemi ilə işləyir. Çünki zehin bütün günü ümumiyyətlə belə biz deyirik fərqində yaşa, fərqində, zehin bütün gün olsa fərqində yaşaya bilməz. Onda bilirsiniz nə baş verər? Biz hər şeyin fərqində olarıq və bu bizi dəlidir. Çünki ətrafda məsələn biz bu dəqiqə eşitmirik. Çoxlu səslər var, düzdür? Çoxlu görüntülər var. Məsələn biz görmürük heç onları, düzdür? Uğultu, hər şey. Zehin fərqində olsa hamısının fərqində olar və bu bizi çox yorar. Bu ümumiyyətlə biz yaşaya bilmərik. Onda biz hər şeyi görməyimiz elə də vacib deyil yəni. Deyil. Biz sadəcə nəyi ki istəyirik? Yəni zehin okey, onsuz da siz heç nə etməsəz belə zehniniz sizi yaşadacaq. Yəni onsuz da vəzifəsi budur. Amma siz deyirsiniz ki, mən bunu fərqli cür etmək istəyirəm. Nəyi ki fərqli etmək istəyirsinizsə, fərqi yoxdur. Siz onun üstündə o mexanizmanı qurmalısınız və bilməlisiniz ki, bu anidən baş verməyəcək. Çünki mən 30 il bu cürə yaşamışam ki, mənə biri söz deyən kimi oturum ağlayım. Mən bir dənə mən burada belə dedim deyə, okey, siz razılaşa bilərsiniz məndən, amma bu o demək deyil ki, bunu dərhal tətbiq edə biləcəksiniz. Yenə ağlamağınız gələcək. Bu çox normaldır. Amma siz artıq yavaş elə bir zehninizə deyirsiniz ki, tamam, sən bu günə qədər bu faylı istifadə edirdin. Biz bunu bağlayırıq bu hissəni. Biz yeni bir fayl açırıq və zehin bunu heç sevmir. Zehnimiz yəni onun vəzifəsi deyil də, nə bilim, Aygünü inkişaf etdirim, nə bilim, Aytan xanım təkmilləşsin. Belə şeylər yoxdur. O deyir ki, 80 yaşına qədər sağ-salamat yaşasın, getsin məsələn. Fərqində olmaya da bilərsən. Heç nə lazım deyil. Heç nə lazım. Sadəcə nəfəs alıb ver, yetər. Ona görə də yəni bizə başqa zehnimizi sadəcə nəyi ki dəyişdirmək istəyirsinizsə, onları anda dəyişdirməlisiniz və müşahidə ilə. Müşahidə ilə. Bəli. Yəni biz bir növ belə deyim də pis çıxacaq, amma tərbiyəni də beynimizi tərbiyələndirməliyik. Pis çıxmır. O qədər qəşəng çıxır ki, biz zehnimizi tərbiyələndirməliyik. Zehnimizi tərbiyələndirməliyik. Onu default rejimdən çıxartmalıyıq, onu öz istədiyimiz rejimə salmalıyıq. Amma bu da zehnimizi düşmən kimi görərək yox, yəni o düşmənimiz deyil. Sadəcə onun bir mexanizması var. Biz o mexanizma ilə özümüzü tanış edib başa düşməliyik ki, tamam, bayaq dediyimiz nümunə var. Dedik ki, kişilər zehninə siqnal gəlir. Bu belədir. Yəni burada zehnin də günahı yoxdur, kişinin də günahı yoxdur. Qadının da günahı yoxdur ki, o danışmaq istəyir, rahatlayır. Amma biz bunu başa düşəndə biz artıq deyirik ki, aha, bu kişi mənə məsələn bu dəqiqə hörmətsizlik etmir. Onun sadəcə zehnində belə bir şey getdi. Tamam, gəl bunu başqa cürə aydındır, başqa cürə bağlayaq, başqa cürə edək, quraq strukturu. O da rahatlasın, mən də rahatlayım. Bax, budur məsələ. Onun da beyni yaşatsın onu. Mənimki də məni yaşatsın. Belə deyim.